Salam WhatsApp kanalımın izləyiciləri, YouTube kanalımın izləyiciləri və WhatsAppdakı qrupdakı izləyicilər. Deməli, 31-ci sualın izahını verirəm. Bu yaş məsələlərlə bağlı bir sualdır. Məsələdə deyir, 4 il sonra Emilin yaşı 50-nin yaşının 3 misli olacaq. Turalın yaşı isə Emilin yaşının 4 misli olacaq. Onların 4 il sonraki yaşları cəmi 64 olarsa, Turalın indiki yaşını tapın. Aha. Deməli, 4 il sonra deyir bizə. 4 il sonra mən bilmirəm. Bilmədiyimə görə də hamısını x ilə işarələyirəm. Hamısı x-dir. Bunların 4 il sonraki yaşları 64-dür. 4 il sonraki 64 olarsa, bugünkü yaşını tapmaq üçün 4 il sonra dediyinə görə, hamısının yaşının üstə 4 gələcəyinə görə, ona görə 64-dən 12 çıxacaq. Yəni 4-ü 3-ə vururam, 12 o da eləyir 52. Bugünkü yaşların cəmi 52-dir. 4 il əvvəlki, 4 il daha doğrusu 4 il sonraki yaşlarda 64 olacaq. Yəni bugünkü 52-dir, 4 il sonra da 64-dür. Aha. İndi bizdən 4 il sonrakını soruşur, daha sonra indiki yaşına qayıdacağıq. 4 il sonraki deyir, burada çox sadədir. 4 il sonra deyir, Emildir, Turaldır, bir də Əlidir. Turaldır, Emildir və Əlidir. Deyir ki, Emilin yaşı 50'nin yaşının 3 mislidir. Yəni 50'ni x qoysaq, 4 il sonranı hesablayırıq hələ ki. Yəni burada çaşmaqda niyə görə çaşıblar? X üstə 4 gələndə adam çaşır. Yəni hamısının üstünə x gəlirsən ki, 4 il sonrakını hesablayasın, orada biraz çaşqınlıq yaranır. Heç ona ehtiyac yoxdur. Deməli, Əli x-dırsa, Emil 3x-dir. Turalda 12x-dir. Çünki Turalın yaşı Emilin yaşından 4 dəfə böyükdür də ona görə. Deməli, Emil Əlidən 3 dəfə böyükdür. Tural da Emildən 4 dəfə böyükdür. Ona görə bir 12x olur, bir 3x olur, bir də x olur. Bunlara toplayanda 64. 4 il sonrakıdır bu. Toplayıram elədir. Deməli, x-ları toplayırıq da. Eləyir burada 16x. Eləyir 64. X ilə bərabər eləyir 4. Aha, biz x-i tapdıq 4. İndi x-i tapmışıq 4. İndi yenidən yazacağım. Deməli, x-i tapdıq 4. Deməli, necə oldu? 12x oldu. Bu oldu Tural. Emil oldu 3x. Əli də oldu x. Bunları topladığımızda bizə verir 64'ü. Bugünkü yaşlarda 52'dir. Hamısını toplayanda. İndi x-i tapdığı zaman x oldu 4. X oldu 4. Emil, deməli, Əli oldu 4. Emil oldu 12. Tural da oldu 48. Həqiqətində bunları toplayanda eləyir 64. Bunlar toplayanda 64 eləyir. Aha. Bizim bu tapdığımız cavab 4 il sonrakıdır. Amma bizə lazımdır indiki. İndiki olduğu zamanda, yəni 4 il sonra 50'nin 4 il sonra 4 yaşı varsa, 4 il sonra bugün olacaq 0 yaşı. Emilin də 4 il sonra 12'dirsə, bugün olacaq 8 yaşı. Turalın da 4 il sonra 48'dirsə, bugün olacaq 44 yaşı. Bunları topladığımız zaman bizə verir 52'ni. Bayaqki cavabımız. Bizdən isə soruşur. Turalın yaşını. Turalın yaşı da 4 il əvvəl təbii ki 48 olacaqdısa, 4 il əvvəl, daha doğrusu 4 il sonra. 4 il sonra 48 olacaqsa, bugün 44'dür. Bizdən indiki yaşını soruşur. İndiki yaşı əslində, deməli, indiki yaşı 44'dür. Aha. Deməli, məsələdə səhvlik var. Qrupdakı müdavinələri də atmışdım ki, səhvlik var. Yəni burada Turalın indiki yaşını soruşanda Turalın 44 yaşı olacaq. 4 il sonraki yaşda 48'dir. Əslində variantlarda C-də olmalıdır 44. Yəni 48 veriblər. Əslində 4 il sonraki yaşına Turalın deməli cavab variantında verilib. Ona görə də burada çaşqınlıq olur. Ümumiyyətlə səhv olan testlərdə çox çaşqınlıq yaranır. Yəni cavabımız 44'dür. Testdə səhvlik var. Belə. İzlədiyiniz üçün təşəkkürlər.